Murad Məmmədovun baş məşqçisini gördük az öncə ekranlarda. İndi parter vəziyyətindədir Ziyad Zeynalov. Və burada xal qazanmaq üçün indi görək hansı fəndi icra eləyəcək Murad. Rəqib sonuna qədər müdafiə olunmağa çalışır. Bəli, xal yazılır Murad Məmmədovun aktivinə. Daha bir fənd icra etmək mümkün ola bilər. Bu dəfə də xal qazanan Ziyad Zeynalovdur. Hesab 5-2-dir. İlk hissədə son 1 dəqiqəyə daxil oluruq. Və hakim görüşü saxlayır. Davam etmək olar. Hesab artıq 7-2-dir. Murad Məmmədovun ciddi üstünlüyü müşahidə olunur. Lakin 2 xal indi silindi Murad Məmmədovun aktivindən. Son 45 saniyə birinci hissədə. Bakı İdman Sarayında 60 kiloqram çəki dərəcəsində Murad Məmmədov, Ziyad Zeynalov mübarizəsindən kim qalib ayrılıb adını ölkə birinciliyində final mərhələsinə yazdıracaq. Məhz bunu az sonra biləcəyi mübarizə davam edir. Qeyd edək ki, paralel olaraq A xalçasında da mübarizə davam etməkdədir. Həmin xalçada isə Rəhman Kərimov və Ayxan Cavadov mübarizə aparırlar. Orada isə Rəhman Kərimovun 1-0 hesablı üstünlüyü davam etməkdədir. İdmançılar 30 saniyəlik qısa fasiləyə yollanırlar. Murad Məmmədovun Ziyad Zeynalov qarşısında üstünlüyü var hələ ki. Hər iki idmançı həm biraz nəfəs dərmək üçün, həm məşqçilərindən növbəti tapşırıqları almaq üçün kənardadılar. Biz isə birinci hissədən epizodları izləyirik. Rejissorlarımız bizi yadda qalan məqamlarla bir daha tanış etdilər. Xalçaya qayıtmaq olar. Sonuncu 3 dəqiqə start götürmək üzrədir. Hakim işarəsi ilə mübarizə yenidən başlanır. Murad Məmmədovun əldə etdiyi üstünlük onu daha rahat güləşməyə, daha rahat mübarizə aparmağa sövq edir əlbəttə ki. Lakin unutmayaq ki, son ana qədər nəsə demək doğru olmazdı. Boşluq axtarır Ziyad Məmmədov. Ziyad Zeynalov daha doğrusu üzr istəyirəm. Növbəti xal Ziyad Zeynalovun aktivinə yazılır. İndi isə Murad Məmmədov parter vəziyyətindədir. Mübarizə davam edir. Hörmətli tamaşaçılar. Oy 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 oy. Mükəmməl fənd izləyirik Ziyad Zeynalovdan və 5 xalı aktivinə yazdırır. Möhtəşəm bir an geridə qaldı az öncə. Ziyad Zeynalov üstünlüyü necə ələ keçirdi? Və paralel olaraq A xalçasında da mükəmməl mübarizə var. Ziyad Zeynalov bir anda necə üstünlüyü ələ aldı, hörmətli tamaşaçılar, rəqibi qarşısında irəli çıxmağı bacardı. Məhz bu səbəbdən deyirdim ki, belə mübarizələrdə tələsmək lazım deyil. Möhtəşəm fənd icra elədi.
Mübarizə davam edir. Murad Məmmədov düşdüyü vəziyyətdən çıxmaq haqqında fikirləşir hal-hazırda. 7-2 hesabı ilə üstün idi. Hər şey onun xeyrinə davam edirdi. Lakin çox azacıq bir fərqlə Ziyad Zeynalov mükəmməl üstünlüyü əldə elədi. Hər şey bir anda gerçəkləşdi və bu üstünlük bir anda əl dəyişdirərək Ziyad Zeynalova keçirildi. Son 30 saniyə daha da maraqlı olacaq. Murad Məmmədov risk edəcək əlbəttə ki. Ziyad Zeynalov diqqətli güləşməyə çalışır. Son 10 saniyəyə daxil oluruq. Murad Məmmədov fənd icra eləmək üçün irəli atılır. Artıq son 5 saniyəyə daxil olduq. Ziyad Zeynalov mükəmməl bir qələbə ilə final mərhələsinə çox yaxındır, bəli. Alqışlar Ziyad Zeynalovundu. Möhtəşəm qələbə qazandı. Elə kritik anda elə önəmli fənd icra etdi ki, bu onun qələbə qazanması üçün kifayət etdi.